Sualım sertifikasiya imtahanları ilə bağlıdır. Deyil. Ümumiyyətlə sertifikasiya imtahanları niyə bu qədər yubanır? Məsələn, buna illər lazımdır, 5 il, 6 il. Onları 1 ilə, 2 ilə. Çünki müəllimlər intizarda qalırlar. Maaş artımı sertifikasiyaya bağlıdır. Müəyyən qrup müəllimin maaşı artır, müəyyən qrup artmır. Bunun sadə səbəbi riyaziyyatdır. Bütün müəllimləri birdən-birə sertifikasiya eləmək 5 dəfə daha bahadır. Yəni, suala artıq cavab verdim, izahını verim də. Yəni, ildə bir dəfə eləyəndə sən bunu yavaş-yavaş eləyirsən də, məsələn, bax. İkinci, bizdə heç vaxt sertifikatlaşma olmayıb. Yəni, bizim müəllimlərimiz ilk dəfə sertifikatlaşma sözünü eşidəndə mən yenə deyirəm də, biz hardan hara gəlmişik, baxın. Bizdə əvvəl deyirlər ki, sertifikatlaşma pisdir, eləməyin. Niyə eləyirsiniz? Yalnız bizə qınaq əvvəl nə idi? Sertifikatlaşdırma, niyə sertifikatlaşdırma eləyirsiniz? İndi sual odur ki, sertifikatlaşdırmanı niyə gec eləyirsiniz? Mən deyirəm ki, bizim sürətimiz o sürətdir ki, yəni o sürətlə gedə bilirik ki, o sürətlə getməyi düzgün hesab edirik. Nə çox yavaş gedirik, nə çox sürətli getmirik. Bugünkü sürətimizi müəyyən edən məqam cəmiyyətin bunu həzm etməyə, yəni hər il biz keçən il məsələn 4000-dən çox müəllim işdən çıxartdıq. Sizcə birdən-birə 10.000 müəllim işdən çıxartmaq daha rahatdır. Çünki biz olaraq işdən də təmin etməyə çalışırıq. Hansısa başqa sosial tədbirlər də görürük. Yəni, yoxsa birdən-birə 10.000 adam çıxartmaq rahatdır. Gec-tez onsuz da çıxaracaqsınız da, ya elə, ya belə. Elə deyil də. Mən onu demək istəyirəm ki, baxın, bir var ki, ona oxşuyur ki, siz onsuz da həyatınız boyu gec və ya tez, nə bilim, 50 kiloqram yemək istehlak eləyəcəksiniz də, bir gün 50 kiloqram yeyirsiniz. Ya elə, ya belə yeyin də, niyə yemirsiniz? Çünki birdən-birə 50 kiloqram. Maaş artımı da o məsələ ilə bağlıdır. Anlayıram da, ona görə də bunu mərhələli eləyirik ki, birdən-birə edə bilmirik. Yəni, məncə mən sualın cavabını verdim. Bir də ki, Kenqur Olimpiyadasının sualın davamın belə bir sual yaranır. Ümumiyyətlə, bu kimi olimpiyadalar niyə ödənişli keçirilir? Yəni, çünki bunun xərci var da. Yəni, baxın, bir var olimpiyada, hansısa Respublika Fənn Olimpiyadasıdır, o pulsuzdur. Buna görə ödənişlidir ki, bu valideyn istəsə buna gələ bilər, istəsə gəlməyə bilər. Ölkədə 50 dənə ödənişli olimpiyada var. Kopernik var, o var, bura. Bunlar yaxşıdır, hə, yaxşıdır. Yəni, niyə ödənişsiz keçirilməlidir ki, yaxşı? Sualımın... Bu şey yoxşuyur da, biz nə yoxşuyur? Sizdən əvvəl sual verdi, xanım ki, müəllimlərin hamısına pulsuz mənzil vermək yaxşı olmazmı? Yəni, elə olmur da. Yəni, mən deməyəm ki, biz başa düşməliyik ki, real misallar üzərində danışmalıyıq. Bu niyə pullu keçirilir? Və mən sizə deyim, Kenqur Olimpiyadasını vaxtı ilə Fuad Qarayev yəqin əksəriyyətiniz tanıyır, olimpiyadaları keçirdən. O, həmin o dediyimiz sərhədsiz riyaziyyatçılar assosiasiyasının üzvüdür. Azərbaycanda nümayəndə odur. Yəni, şəxs olaraq odur da, riyaziyyatçıdır, onun üzvüdür. Və həmin çağırıb ondan danışa bilərsiniz bu barədə yer gəlmişdir. Biz bunu niyə edirik? Çünki burada olan uşaqlar beynəlxalq Kenquruya gedə bilirlər və s. və ilaxır. Bu ödənişlidir, çünki bunun xərci var. Orada nəzarətçiyə xərc ödənilir. Büdcədə bu nəzərdə tutulmur. Kağız çap olunur, yoxlanılır, suallar tərcümə olunur və s. və ilaxır. Yəni, bu da normaldır. Dünyanın hər yerində təhsil institutu kimi qurumların ödənişli xidmət göstərməsi praktikası var. Yəni, bu belə bir... Biz sadəcə olaraq sosialist rejimindən qalmışıq ki, hər şey pulsuz olmalıdır, hər şeyin Hər şey də çox geniş anlayışdır da. Çünki nəsə eləyirsənsə, o riyazi dildə desək bir n varsa, həmişə n+1 var və sonsuzluğa doğru bu gedir. Yəni, onun sonu yoxdur, hər şey, nədir hər şey. Yəni, ona görə bəzi şeylər ödənişsizdir. Baxın, istedadlarla bağlı bizim 6-cı, 7-ci sinif imtahanlarımız ödənişsizdir. Liseylərə qəbul ödənişsizdir. Yəni, Respublika Fənn Olimpiyadaları ödənişsizdir. Nə bilim, Lütfüzadə Olimpiyadası ödənişsizdir. Niyə? Çünki bunlar bizim dövlətimizin bu və ya digər siyasəti üçün əsas məqamlardır. Bu, hamı üçündür. Kenquru bunun üçündür ki, kim istəyir, şənbə, bazar uşağını gətirmək istəyir, gətirir. İstəmir, gətirmir. Yəni, burada qeyri-adi, belə böyük bir şirdiləsi, nə bilim, sensasiya yaradılacaq bir şey yoxdur axı. Məsələ, yəni, 1000 dənə belə olimpiyada var da dünyada. Təşəkkür edirəm. Təşəkkür edirəm.